Bütçeye göre belə şəkildir. Mən demiş ki, şahane. Sonra kətlidir, abgərdəndir. Yəni hamıya məlum olan əşyalardır. Uşaqlar, bu da bax böyük güyüm. Abgərdəndir, hə. Böyük yaşlı qızlar, bax bunun çinlərini belə Balıqların səhərlər, balaca Sonra o sudan içki... Ha, o gündür. güyümdür, Rus güyüm. Amma o deyil, oradakı balacalar səhər. Balacası səhər. Balaca gündür, böyük gündür, nə yəni? Bu da var, burada sərgilənən, bunlar da xalçalarımız. O meşə baxarsınız, kəndisini naxış vurmaqdır. 200 verək var, 200-də. Bütün sabahsanda bax, bizim güneş formasındadır. Ben size keçəndə rəsimdən demiştim. Onlar bilirsiniz ki, qablardır. Tabii ki. Ama çok neden? Şahla bir dəqiqə neylədi. Onun içərisində süt töküb, qatıq töküb, sonra çarpayıb yağıdır. Şahla bir də göl çayımız var, Sıra Qafqaz dağlarının ətəyində. Baş Qafqaz Sıra dağları. Burada da Şahlabad dəvə kərvanıdır. Buradan gəlir ticarətçilər o tərəfdən keçirlərmiş, burada satış edir. Burada kərvansaraydır. Göyçay. Kərvansaraydır ki, heyvanları saxlamaq üçün yerdir kərvansaray. Eyni zamanda gecələri gecələmək üçün də qassinsiya kimi, otel kimi yerdir. Nələ yol döndürür uşaqlar? Sonra bax, o vaxt aşların kənarında, aşın kənarında, bunun içərisində yağı əridib verirlər. Dedilər, aşdır, yağ gətir. Bax, yağı burada gətirirlər. Gəncədədir, mən görmüşəm. Səhimdən qorxurdum ya, 2 yaşında. 2 yaşında, bu çocuğu bilir. Şuraya eşitmişsiniz, kürü nədir? Kürü. Balığın yumurta. Yumurtalarına kürü deyirlər. Balıqları çoxalmaq üçün də. Ona da şahlaba belə gümüşü qaşıqla yeyirlər. Sonra başqa qaşıqla yeyəndə onun dadı qaçır. O boyun üçün qaçır. Gəlin qızım. Bunlar da kömür ütüləridir, daş ütüləridir, xəncərdir, qılıncdır, yoxsa cavabsadır. Yəni, yavaş. Qədim qıfıl. Bir dənə belə durun söz deyir. Şahlaba biz gələcək dərslərimizdə... Bunlar ütülərdir, kömür ütülərdir, daş ütülərdir. Amma bu xəncərdir, bunlar qılıncdır. Qılıncın qınıdır. Şahla biz gələcək dərslərimizdə var, ütü haqqında keçəcəyik də, texnologiyada. Bu ütü də var, ən qədimi daş ütülərindən biridir. Onun tarihi başqa cürədir. Bax. Daş ütüdür. Və ağırdır, qızır və bundan da çox kömək olur. Amma bu bizim ütülər bunlar, kömür ütülərdir. Bunların içərisində kömür qoyulur, kömür. Yanmış kömürü qoyulur, içində isti olur, ondan sonra onlar Bunlar mənim atamın xalasında var. Bunları isidir, bunu peçirsiyə qoyub Hədə peçirsiyə qoyub isidir. Sonra şahlabiyaklar orada kək koydurdunuz. Bak orada ben üstünde sakladığım bu kılıçtır. Orada gördünüz kəkə görürsünüz. Onlar da ne? O vaxt. Onlar yəni doldurmuş təncidir. Sonra şahlabiyaklar bir de bu buranı da göster. Bu da Azərbaycan daxmasının daxili dünyasının rəsmi var diye çəkmişdir. Yadınızdadır. Daxmanın qıraq hissəsinə bunu daxil şöyle. Yaxşıda şey olan Arsa, zərf başı karısı. Gel. Bunlar hamısına burada qoyulub saxlanır. Gel. Bu nədir? Hansı dağçalı bulunur. Uşaqlar, bunlar da Gölçay meşəsinin Yaşayan çaqqalların nümunələri. heyvan Çaqqallar yaşayır. Hər bir çizim Gölçay meşəsində həqiqət. qorunub O saxlanır. ağac kökündən düzəldir, yılana oxşuyur. Kiçik kölə uşaqlar yılana oxşuyur, amma ağac kökündən. Bunlar heyvan tutuyor. Deyərsiniz ki, Əl uzun olmuyor, amma Sonra dərmandır. uşaqlar, bax bu Bizim rayonumuz pambıqçılıq rayonu olur. Bax, pambıq Tərəzidir. Pambıq bax, bu cürə yer. tərəzi. Bax ilk tərəzi bax budur. Bax ilk tərəzi budur. Baxın. Bax bu tərəzi olubdur. Sonra belə tərəzi, bu bizim tərəzi, sonra keçib o tərəzi. Sonra keçir bu tərəziyə. Elektron tərəzi var. İdman üçündür, amma onun gözlərində qabı olub, o daşları qoyub yol çəkirlər. Gəlin. Onlar Yer şunlamaq üçün xışlar var orada. Onu deyirsən, xışdır yer şunlamaq. Məndən olan yerdəyilər. Hərdə xışdır, yer şunlamaq üçün mən xışdır. bayaqlar orada toy şəklində heyvanın boğazına keçirilmiş vardı ha. Elə heyvan öküzün boğazına keçirilmiş o bunlar. Bundan da dəyirman.
O da keçirədir, əl dərmanı. Ne yapayım ben var? Hadi. Sizin qabını təmizləmək üçün dərdir. Ona dərdir. Gəl uşaqlar. Bu dərman yoksa? O dərman deyil. O bir zəhərdir. Zəhrələr. Qalsasın alətləri zəhrələr. Ya deyəcəm, uşaqlar. Bizim parçanın emal texnologiyası mövzusu var. Orada safların hazırlaması, saflar üç tür hazırlanır. Təbii, kimyəvi və süni saflar. Təbii saflarda bir orada gördüyümüz pambıqdır, baraban qurdundandır, bir də nədən? Qoyun tükündən. Qoyun tükündən, mal tükündən deyən, qoyunun, keçinin, dəvənin tükündən hazırlanmışlar. Onlar bax o yumulur, təmizlənir, kəsilir. Sonra onu bax burada təmizləyirlər. Bax onları başına belə keçirdirlər, əyirirlər. Sonra buradan fırlada sap alınır. Orada ayaqqabılar o vaxt insanlar ayaqları yeri daş əzməsin deyilən. Sual verdiniz dinliyində. Daş əzməsin deyilən heyvanın dərisindən hazırlanmış qədim ayaqqabılar var. Uşaqlar bu da meyvə yığmaq üçün üzüm falan meyvələri ağacın başından yığırlar. Atırlar üstüne düşürmüş aşağı yerə. Və meyvə dağılmış. Aha, onun için istifadə deyilsə bana. Onlar o vaxtın insanların ayaqları yıkılır. Ayak yalın gəzmişlər, onun bir ayaqları yıkılır. Ay, sağ ol. Heyvan dərsindən. Gəl keçdik. Keçək görmüşük. Sonra gəlib düşürlərdi. Bax, xalçalar xalçalar keçək. Görürsən, üstündə fıtalar, qədimi motivlərdən, sonra simbollardan istifadə olmaq. Bəli, bu da qədim saatdır, uşaqlar. Yuvar saat. Yuvar saatımız. Ben aşağıda inerim. Onun içərisində çıxıb saat bir tamam dərs o deyəcəm, patefon. Qaraca qızın nağılın videosunu görmüşsünüz, Qaraca qızın. Orada var. Uşaqlar, bu da gəlin musiqi alətlərimizdir. Tar, kamanca, zurna, tütək, bax, bunlar burada. Çalır, yəni şeylərdə sinəm hardan tapırlar? İnsanlar gətirib hədiyyə olaraq verirlər, inventar olaraq burada qorunur. Uşaqlar, bugün bizim yaşadığımız sabah bizim tariximizdir. Ona görə tariximizi qəşəng yaşayın ki, sabah tariximizi xatırlayanda xoş xatirələrlə yadda qalsın. Yaxşılıq Ben yukarıdayım var. Ne var yukarıda? Yaxarda sonra gedək, nə vaxtsa baxarıq. Heç nə yoxdur, yürüşdürmür. Bəli. Uşaqlar, bu da bizim 2020-ci ildə 44 günlük vətən müharibəmizin şəhidləridir. 46 şəhid Göyçayımızda 400 nəfərə yaxın könüllülər getmişdi. O 400 nəfərin içərisindən 46 şəhidimiz var uşaqlar, 44 də qazimiz. 44 nəfər. Bu saat kimindir? O da o şəhidin saatlarıdır. Buradakı olan əşyalar onları qorunub saxlanır. Burada da Göyçayımızın şəhər və kəndlərindən olan şəhidlərin şəkilləridir. Allah rəhmət eləsin. Koçum ben de görüyorum. Olar. Rəsmi sazlar. Hayal bizim komşumuz değil. Ana. Hayal bizim komşumuz değil. Allah rəhmət eləsin. İyi bizim komşumuz.